Lənkəran şəhər Balıqçılar qəsəbəsində yaşayan Məcidovlar ailəsinin dəhşətli taleyi hər kəsi narahat edir. Amma nədənsə şəhər rəsmiləri bu kimi azınzacaqlı taleyi ilə üzləşən ailənin problemləri ilə maraqlanmır. Ya da ki, onları bu kimi faciəvi həyat şəraitində yaşayan ailələrin taleyi düşündürmür. Bir neçə ay bundan öncə Lənkəran şəhərində bir ailənin dəhşətli həyat şəraitini çəkib sizlərə təqdim etmişdik. Hesab edirdik ki, şəhər icra hakimiyyəti qış yuxusundan ayılıb şəhərdəki belə bir ailələrlə maraqlanacaq. Amma çox təəssüf ki, heç bir addım atılmadı. Əksinə bu kimi ailələrin problemləri hər gün artmaqda davam etdi. Məcidova Zülfiyə Hüseynbala qızı. Problem odur ki, fevral ayında təbii qar nəticəsində qar yağıb, uçqun olub, ev görürsünüz də nə vəziyyətdədir, tutulub. Aidiyyatı qurumlara müraciət eləmişəm, icra nümayəndəliyinə, Lənkəran icra nümayəndəliyinə. Mühəbbət müəllim mən qəbul eləyib neçə dəfələrinə, 2 dəfələrinə. Söz veriblər, çadırla təmin eləyəcəyik, eləməyiblər. Məktəbli körpə uşağım var, məktəblidir. Hara müraciət edir? 2 dəfə Mehriban xanım Əliyevəyə məktub yazmışam. Eyni fövqəladiyə məktub yazmışam. Eyni məktubun, eyni cavablar gəlir, eyni məktubdan. Mənim istədiyim odur ki, hökumət mənə köməklik eləsin, aidiyyatı qurumlar köməklik eləsin, üzü qışa gedir də, səsimi eşitsinlər. Ümumiyyətlə, bu müraciətinizlə bağlı rayon icra hakimiyyətlərinin nə kimi addımlar atır? Heç bir addım, xeyr, heç bir addım atılmayıb. Söz verilib, ancaq heç bir addım atılmayıb. Evə baxış keçirilib? Bəli, evə baxış gəlib, keçirilib. Elə bir 2 aydan sonra fövqəladanın işçisi kimi özün gəlib təqdim eləyib, baxıb, şəkil çəkib, ancaq heç bir köməklik yox. Eyvazov Dilara, Nüsrət qızı. Siz bu evin yəqin ki, sahibisiniz. Hə. Bu körpələrin nənəsi. Körpənin nənəsiyəm, hə. Yəqin ki, bu körpənin göz yaşları bir nənə kimi siz də çox narahat edirsiniz. Məni də narahat edir. Bu günləri təbii ki... Mənimlə danışıb valla, göz qabağında da hər şey. Mənim danışmağım, sözüm var. Artıq nə görmüşsünüz siz? Görürsünüz də nə gündə yaşayırıq biz. Hər yerə biz müraciət eləmişik. Mehribana da məktub göndərmişik. Fövqəladə, Bakının fövqəlası da gəldi, baxdı, çəkdi. Ev suyun içində idi, buracan suydu, özü də gördü. Suyu da lap çəkdi, yalvardım ona suyu da çəkdim. Lənkəranın fövqəlasına da hər yerə demişik. Hələ bizə yalandan deyirlər ki, gələcək, veriləcəklər. Dedik, heç olmasa palatka ver, heç olmasa bir də finiski ev verin. İmkanımız yoxdur, yaşayışımız yoxdur. Balam pis gördə yaşayır. Uşaq görsən nə gündədir, xəstədir, ana xəstədir. Hamısı ana da xəstədir. Aparsın həkimə yoxlatırsın, gör nə gündədir o ana. Özü də apalistir. Yaşayışımızı görürsünüz də necədir bala, qurban olun, başınıza dönüm, xahiş edirəm Mehriban Əliyevdən, İlham Əliyevdən, bütün böyüklərdən yardım əlini uzatsın bizə. Ağzı qışa gedir, yağış yağır, yorğan, döşə, evdə nə var hamısını tökürük hətə, yatmağa yeri yoxdur, ilan doludur. Hamısı gördün, uçqundur, hamısı, o buru evə də baxdınız, baxış keçirdi, uçqundur, qıraqdan da baxın, başı var bulanır. Nənənin ürəyi partlayır, söz yoxdur. Sizin də məni kimi anınız var, baxsın. Böyüklərimizdən xahiş edirəm, Mehribandan çoxlu xahiş edirəm, İlhamdan çoxlu xahiş edirəm. Bizi nəzərə alsın, bizə yardım edin. Uşaq olaraq özümü tutan bizim prezidentimizə, bizə kömək edin. Qış olur, yağış yağır, evimizə. Hörmətli tamaşaçılar, həqiqətən də bu ailənin taleyi çox acınacaqlıdır. Bizim bu az yaşlı körpəmiz bu günləri göz yaşı axıdır ki, həqiqətən də o da istəyir rahat bir evdə, rahat bir masa arxasında əyləşsin. Həqiqətən də biz bura gəldik, bizim çox ürəyimiz dağlandı. Üzümü tuturam buradan Azərbaycan Respublikasının aidiyyatı qurumlarına. Bu günləri ölkə rəhbəri çalışır ki, əhalinin rifahı yaxşılaşdırsın. Təbii ki, yerlərdə ölkə rəhbərinin nümayəndələri var. Əziz və hörmətli rayon icra başçısı Talih Qaraşov və ərazi nümayəndəsi, bələdiyyə sədri. Axı siz ölkə rəhbərinin ərazilərdəki, bölgələrdəki nümayəndələrsiniz. Sizi rayona rəhbər ona görə təyin etdilər ki, belə bir acınacaqlı taleyi ilə üzləşən ailələrin yanında olasınız. Bu
bu az yaşlı körpənin ən azından göz yaşları sizi narahat etməyə bilməz. Sizi gecələr yatmağa rahat buraxmaz. Və o yüzden də gəlin əl-ələ verək, belə ailələrin taleyinin, necə deyərlər, çətinliyinə bərabər sinə verək, onlara kömək olaq. Hesab edirəm ki, bu kadrı görən Azərbaycan Respublikasının hər bir vətəndaşı evində gecəni yatdığı yerdə rahat yatmayacaq. Onu bu məsələ narahat edəcək. Çünki bu günləri bizim az yaşlı bir məktəblimiz sabahları əlinə silah alıb vətəni qoruyacaq. Bax, bizim bu gül balamız bu günləri göz yaşı tökür ki, qala biləcək. Hətta valideynləri belə rayon icra hakimiyyətindən və adiyyəti qurumlardan çadır istəyib ki, ən azından rahat gecələyə bilsinlər. Çox təəssüf ki, onların səsinə səs verən olmur.